Yenə də əlavə hara lazımdır, buradan əlavə. Mən buna demişəm. Almaniya istəyirsən, Fransa istəyirsən, Amerika istəyirsən, Moskva istəyirsən, hara istəyirsən. Mən səni hökumətin hesabına müalicə etməyə hazıram. Heç bir şeydən narahat olma. Bütün müalicə xərclərin də hamısı hökumətin hesabına götürülür və sən bilginən. Çünki sən özün mənim üçün və bütün xalqımız üçün əziz bir insansan. Sənin atanın Azərbaycan xalqı qarşısında xidmətləri böyükdür və ona görə də mən sənə bu günlərdə xalq yazıcısı adı verdim. Atan xalq şairi, sən də xalq yazıcısı. İnşallah hamısı keçəcək, duracaq. Ona görə mən sənin vaxtını almaq istəmirəm. Xəstənin yanında da çox oturmaq olmaz. Mən bilirəm, mənim özüm də vaxtı xəstə olmuşam, birisi 3 ay xəstəxanada yatmışam Moskvada. Özdə elə xəstə idim ki, deyirdilər ki, ayağa dura bilməyəcəkdi. Çoxları da deyirlər, ayağa dursa, yaşaya bilməyəcəkdi. Hətta həkimlər orada düzdür, bu həkimlərin öz işi deyildi. O vaxt Qarbaçov onlara göstəriş vermişdi, onlar gəldilər, bütün bu professorlar, akademiklər konsilium keçirdi, mənə dedilər ki, sən işləyə bilməyəcəksən, və deyim, nə istəyirsən? Belə başa sardılar ki, sən ərzə verəcəksən, işdən çıxasan. Mən də dedim ki, yaxşı, çıxaram, işləyə bilmərəm, çıxaram da. Sonra da çıxdım, 2 aydan sonra da vəzifədən də getdim. Amma ondan sonra da Allah'a şükür olsun yaşayıram. Yaşayıram. Sən də sağalacaqsan, duracaqsan, hələ 10 illərlə də yaşayacaqsan. Narahat olma. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Prezident Heydər Əliyev bu xəstəxanada müalicə olunan xalq şairi Hökmə Billuri ilə də görüşmüş, onun müalicəsi ilə maraqlanmışdır. Ben çok şadlanım, selamlar. Bugün benim en xoşbaxt, en değerli, en mənalı bir günümdür. Azərbaycan təkşimlərində təmin gördüm. İnanın, o mənim müqəddəs ata-baba ocağım. Hiç vaxt tərkibə bilmədiyim bir yurdum, aslanım. Bu yüksək qiymət üçün. Mənə belə şərəfli adalayı gördüyüm üçün, mən öz adımdan, ailəm adımdan, uşaqlarım adımdan sizə dərin minnətdarlığımı düşünürəm. Sizi uzun biliyorum. Can sağlığı arzuluyorum. Sizə Azərbaycanın rifahı yolunda, inkişafı yolunda saysız və sonsuz uğurlar diləyirəm. Mən həmişə sizinləyim. Var olasınız. Qoy Allah sizə yar olsun. Minnətdarım. Çox sağ olun. Təbrik edirəm səni. Var olasınız. Təbrik edirəm. Güllərimize xahiş edən Çok teşekkür ederim. Ömrünüz uzun olsun. Xalq şairi, Azərbaycan xalq şairi. Ben bunu doğrultmaya çalışacağım. Yeni eserlerimle ve yeni arzularımın carşısı olmakla. Benim arzum Azərbaycanın arzusudur. Ben onu her halde doğrultmaya çalışacağım. Ömür ve faydasın. Çok sağ olun. Ben var olasınız. Ben size bir de minnettarım. Allah sizi bize çok görmesin. Çok sağ olun. Tebrik Size ederim. halkımıza çok Tebrik ederim. Ben çok teşekkür ederim ki mən yad eləmişsiniz. Tebrik Siz ederim. bilirsiniz bu 53 ildə mən mühacir həyatı sürmüşəm. Bilirəm. Ona görə də sizin bu qədər qayğılığınız, bu qədər təşəbbüsünüz bizə qarşı mənim üçün xüsusi məna kəsbdir. Var olasınız. Mən bir məktub göndərdim sizin xidmətinizə ki, orada oxusunlar. Bugün gələ bilmədim. 100% icazə vermədi bizim həkim. 100% dedilər ki, olmaz. Əziyyət çəkmə. Ancaq mən yenə sağ də olacaqsınız, sonra mən o gedəcəyəm. adlarla əlaqədar o fərmanları mən sizə təqdim edəcəyim, onda Teşekkür görüşəcəyik. ederim. Var olasınız. Görüşəcəyik. Yine diyelim uzun ömür, can Sağ olun. sağlığı. Bir daha teşekkür. Sağ olun. Selamet olun. Sağ olun. Minnettarım size. Sağ olun. Beni yardım ettiniz. Tebrik ederim. Çok sağ olun.